Böyük qardaşım Əbülhəsən Reallı məktəbdə oxuyurdu. Çox ciddi və sərtdi. Türkcə, farsça və rusca mükəmməl bilir, şeir və pyes yazırdı. Eyni zamanda dərslərindən də birincilik qazanır və hər il tərifnamə ilə təltif olunurdu. Əbülhəsən evin böyük kişisi idi. Atamın əvəzinə xeyrə-şərə o gedər, evdə də ona tabe idik. Qayda belə idi. Ən böyük qüsuru bizi çocuk əyləncəsindən məhrum etməsi idi. Bir dəfə qarın üstündə araba sürməyimi duymuş, arabamı sındırıb məni də döymüşdü. Buna baxmayaraq çocuqluq öz haqqını tələb etməkdən çəkinmirdi. Qardaşım məktəbdə ikən biz oynayıb əylənirdik. O zaman Təbrizlə Şuşa arasında alver olurdu. İrandan yüzlərcə xurma yüklü eşək gələrdi. Qapandibi adlanan böyük meydançada yüklər açılar, qapanda çəkilərdi. Daşaltı adlanan Erməni kəndinin dəyirmançıları da hər səhər bura qatırlarda un gətirərdilər. Ətraf hamısı əlləf dükanı idi. Qapandibi çox qələbəlik olardı. Bizim üçün də orada əyləncə çox idi. Eşəklərə minib qapışardıq. Lakin oradakı karvansaraya girməyə cəsarət etməzdik. Karvansaranın dəyirmi meydançasından yuxarı meydana qədər dar bir küçə gedirdi. O tay bu tayı da başmaqçılardı. Dünyanın dələduzu buraya toplanmışdı. Ötüb keçənə söz atar, kərməki çalardılar. Qışda yerə çiriş səpərdilər. Xalq sürüşüb yıxılardı. Pişiklərin quyruğuna dəmir qutu bağlayıb buraxdıqları da olardı. Qutu yerə dəyib cingildədikcə pişik ürküb qaçır, bazar xalqı əylənirdi. Gövləngahlarımızın biri də aşağı meydan idi. Burada bir hamam, yanında bir dəllək dükanı, 2 baqqal, 2 də əttar dükanı vardı. Qışda bura maraqlı olmazdı. Palçıq dizə çıxardı. Xoş havalar başlananda bura bir aləm idi. Xoruzbazlar xoruzunu, qoçbazlar qoçunu gətirir, döyüşmə başlayır. Döyüşə girmədən əvvəl xoruzlara istiotlu kişmiş yedirib qızışdırardılar. Qoçlar da ki, il uzunu xüsusi olaraq bəslənər, süsünə də ayrıca diqqət verirdilər. Başına hənə yaxardılar. Buynuzları yağlanardı. Boynundan gözmuncuğu asardılar. Hər baqqalın dükanının qabağında bir dəstə gənc oturub yemək mərcinə girişərdi. Kim daha çox yeyər məsələsi günün mühüm hadisələrindən sayılardı. Mərci həmişə Tamas qazanardı. Birincilik onda idi. Tamas gödək qılça, geniş kürəkli, qıvrım saçlı, zənci sifətli bir türk idi. Tamas bir oturuma 5 girvənkə turş alça, üstündən də 3 girvənkə qıcqırmış qatıq içərdi. Tamas şəhadət barmağını havada tərpədə-tərpədə bir tabaq tut yeyir. Tamas bir qəlib sabun yeyir. Bu müsabiqələrə alışmış baqqal ayaqlarını bir çanaq sərin suya qoyub, başına da islaq kətan salıb mürgü döyürdü. Tamas qaçmayacaqdı ki. Bu muxtar seçilmiş, müstəqil, azad meydanın əsayişini yalnız aksiz, vergi məmuru pozardı. İrandan qaçaq keçirilmiş çayın satılması yasaq idi. Buna baxmayaraq şəhərdə satılan çayın çoxu Təbriz çayı idi. Çayı aksiz məmurunun əlinə keçirməmək üçün var qüvvə sərf olunurdu. Məmur türk hissəsinə ayaq basar-basmaz uşaq qaçırılıb bütün əttarlara, əttar, ətviyat, davacat, ədviyyat satan deməkdir. Xəbər verilərdi. Bunu məmur duymuşdu. Odur ki, bəzən dolambac küçələrlə gəlib birdən basqın yapardı. Bir gün məmur ansızın meydanın girəcəyində göründü. Əttar onu görüb özünü itirmədi. Cəld dükandan sıçrayıb, ağaca bağlanmış qoçun yanındakı saman torbasını dalına atdı və məmurun üzünə baxaraq nəzərini cəlb etdikdən sonra küçə aşağı qaçmağa başladı. Məmur torbadakının çay olduğunu zənn edərək əttarın dalınca qoşdu.
Camaat da yerindən qopdu. Əttar qaçır, mamur qovur. Cəfərqulu xanın sarayına çatanda Əttar torbanı yerə qoyub durdu və ağzına gələni mamura deməyə başladı. Sən nə haqla mənim dalımca düşmüsən? Mən qapaqcı deyiləm ki, evə saman aparıram. Bu dəfə iş dəyişilmişdi. Əttar mamurun yaxasından əl götürmürdü. Onu qanunla qorxudurdu. Zavallı mamur bu oyunun dükandakı çayı gizlətmək üçün bir vasitə olduğunu bilmirdi. Kar xəlfənin məktəbindən görünür, əməlli bir nəticə çıxmırdı. Bir dəfə atam şəhərdə olanda dərsimi dişəmək istədi, yəni yoxlamaq istədi. Axşam idi. Ayağımı yumaq bəhanəsi ilə həyətə çıxıb orada ləngidim və atam yatdıqdan sonra otağa dönüb yavaşca yerimə uzandım. Dişənməkdən yaxamı qurtardımsa da atam məsələni anladı və həftənin sonunda məni özü ilə Ağdama apardı. Karvansaranın küncündə yapışıq bir nüsxəbənd dükanımız vardı. Bir tərəfinə buxarı və qəfəsələrin arxasına da geniş bir çarpayı yerləşmişdi. Orada atamla bərabər yatardıq. Çarpayının üzərindəki şəlidlərdən atam üzüm asardı və kənardakı rəflərə də qarpız düzüb çilləyə saxlardı. Yerə ilk qar düşəndə buxarını qalar, qarpızı yeyib buxarının yanındakı yatağa girərdi. Titrəcikcə, bala üstümü bastır deyər, mən də ələ gələn şeyləri onun üstünə tökərdim. Qızışdıqdan sonra qəlyan istərdi. Şiraz təmbəkisi ilə dolmuş qəlyan hazır olardı. Dükanda hər cür qab-qacaq vardı. Buxarıda bişmiş bişirərdik. Günün bir hissəsi bişmişə, müştərilərə və dükanın ehtiyacına sərf edilərdi. Qurtarmaqda olan davaların siyahısı tutulub şəhərdə tədarik edilmək üçün qardaşıma göndərilərdi. Nüsxəbəndlik yavaş-yavaş aptek şəklinə düşürdü. Nəbati davalarla bərabər fabrik əczaları da satırdıq. Lakin əsas davalar yenə nəbati idi. Bunların bir qismi xiyar, çəmbər, səna, tərəncəbin, qara həllə kimi İrandan gəlir, o biri qismi ayıdöşəyi, gülxətmi, babuna çiçəyi, göyzəban, kasni kimi Qarabağ dağlarından yığdırılırdı. Cürbəcür həbləri, civə yağını, mushil kimi şeyləri özümüz hazırlayardıq. Atamın tətbiq etdiyi tibbin əsası istiliklə soyuqluq üzərində qurulmuşdu. Güya xəstəlik bədəndə bu xassənin birinin digərinə üstün gəlməsində əmələ gəlirmiş. Bütün yeməli və içməli şeylər də istilik və soyuqluq artıran deyə ikiyə bölünmüşdü. Məsələn, düyü, qarpız, kələm, kartof, turşu, yumurtanın ağı soyuqluq artırandır. Bal, ədviyyə, yumurtanın sarısı istilik artırandır. Xəstəlik istilikdən irəli gəlmişsə, qan aldırmalı, soyuqluq artıran şeylər yedirməli və əksinə. Babasil xəstəliyi güya iki xassəyə də istinad edirmiş. Bunun üçün xəstəni yoxlayırlar. İsti kərpicin üstünə bir parça keçə qoyub, üzərinə bir çiy yumurta çırpırlar və xəstəni onun üstündə oturdurlar. Bədən ehtiyacına görə ya yumurtanın ağını içəri çəkir, ya sarısını. Bu şərq təbabətinin musiqi ilə tədavi etməsi daha maraqlı idi. Sil, diq və kif xəstəliklərinə çubi kimi verərdilər. Çubi kimi xırda köklərdən ibarətdir ki, xarab olmamaq üçün onu həmişə şəkərdə saxlarlar. Müalicə 40 gün davam edər və xəstənin ruhunu yüksəltmək üçün hər gün yanında oxuyub çalarlar. O zaman Ağdam geniş dördbucaq şəklində tikilmiş bir karvansaradan ibarət idi. İçi başdan başa, arxası mənzilli dükanlar idi. Karvansaranın 4 darvazası vardı ki, axşamlar qapanardı. Karvansaranın dışarısında bir hamam, məscid, mehmanxana, məhkəmə, poçt, aptek və bir neçə xüsusi bina vardı. Şose yolla karvansara arxasındakı meydanda həftə bazarı olardı. Deməli, hər bazar günü ətraf kəndlilər, arvadlı kişili məhsullarını bu bazarda satıb əvəzinə başqa mallar alırdılar. Buğda, un, düyü, meyvə dağlar qədər təpələnərdi. Yumurtanın
8-i 9-u bir şahıya satılardı. Karvansaranın içində də adam əlindən tərpənmək olmazdı. Hacılar, Kərbəlayılar, Məşədilər min antla kəndliyə mal sırıyardılar. Axşam çağı bazar bitər və hər kəs şəhərə ailəsinə pul göndərərdi. Anamın həftə xərcliyi 2 manat yarım, qardaşımınki 1 manat idi. Evin illik məkulatı, yəni azuqəsi ayrıca göndərilərdi. Adi günlərdə günortadan sonra işimiz az olduğundan dərs oxuyurduq. Atamın özünəməxsus bir dərs üsulu vardı. Quran oxutmaz, döyməz və həvəsim olmayan zamanı məni dərs oxumağa məcbur etməzdi. Oxuyaqmı, deyə sual verərdi. Dinməsəydim, get oyna, sonra gələrsən, oxuyarıq deyərdi. Karvansaranın ortasına çıxıb çocuklarla doyunca oynardım. Atam bizə bir kərəkə, bir də bir fars-türk lüğəti yazmışdı. İlk dərsimiz bu idi. Sonra savadım artdıqca Füzuliyə, Sədiyə və Hafizə keçdik. Atam avam, savadsız, riyakar, acgöz, dükan qonşularımıza nisbətən çox yüksək bir sima idi. İranı, Turanı və Türkiyə torpağının bir qismini gəzmiş, fars ədəbiyyatını mükəmməl bilib, beynəlmiləl siyasətlə maraqlanır, din və möhümata da inanmırdı. Bir məclisdə Firdovsi Məhəmməddən yaxşıdır dediyi üstə şəhərdə vəlvələ qopmuş və Sofi məzhəb ləqəbi almışdı. Bir dəfə şəhərin hər kəsdən bac alan məşhur mollası atama, ağa, Ağdamın qırqovulunu, kəkliyini tək yeyirsən, dedi. Atam bir məsəl çəkdi. Ermənilərdə bir qayda var, dedi. Camaat keşişə donuz göndərər, keşiş donuzun ətini yeyər, tükünü də verər, müridlər bığlarına çəkərlər. Heç olmasa ağa, dediklərinin tükündən göndər, mən də bığıma çəkim. Atam namaz qılmazdı. Bir səhər evimizdə qonaq qalmış bir hacı namaza başlar-başlamaz, atam da canamazı çıxarıb namaza durdu. Qonaq gedəndən sonra canamaz da yox oldu. Niyə həmişə namaz qılmırsan deyə atama sual verdi. Atam dedi, Allah mənə patronu onun üçün verməyib ki, atıb körlayam. Eşşək görəndə atıram. Dükan qonşuluğumuzda Hacı Məlik adlı riyakar bir sövdəgar vardı. Axşamlar namaz qılanda səsi karvansaranı qaplayardı. Gündüzlər isə qonşuların toyuqlarını dükanın dalına salıb yumurtladıb buraxardı. Birisi bir dəfə atama sual verdi. Ağa, sən ki Sofi məzhəbsən, bəs oruc niyə tutursan? Atam dedi, elə bilirsən Allahdan qorxuram. Qorxum bu köpək oğlu Hacı Məlikdəndir. Şəhərimizin bütün maarifçiləri gəlib Ağdamdan keçəndə atamın yanına gələrdilər. Əhməd bəy Ağayev, Haşim bəy Vəzirov və Əbdürrəhim bəy Haqverdiyev bu ziyarətçilərdən idi. Atam şərq muğamatını da gözəlcə bilərdi. Qarabağın məşhur xanəndəsi Hacı Hüsü atamın şagirdi olmuşdu. Ağdamda kənd məktəbi olmadığı üçün çocuklar Muradbəyli kəndinə getmək məcburiyyətində idilər. Rusca oxumaq üçün atam məni də Muradbəyli kəndinə, məktəbinə göndərirdi. Hər səhər təqribən 1 saat yol gedirdik. Burada hökumət seminariyası bitirmiş 3 türk müəllimi dərs deyirdi. Bunların tələbəyə qarşı rəftarı olduqca sərt idi. Bol şapalaq və kötək yeyərdik. Sinifdə bir şey yeyənin ağzına səttara ilə döyərdilər. Zaten adam döymək o zaman zəruri görülən şeylərdən biri idi. Bəy nökərini ağaca sarıtdırıb döydürərdi. Pristavlar kəndliləri palçığa salıb döydürərdi. Qana bələşmiş insanları görərkən körpə qəlbim nə qədər acılıqlar duyardı. Zülmün həddi hesabı yox idi. Bilxassa Kazak görəndə əhali titrərdi. Yadımdadır, Əfətli kəndinə qaçaqlıqla mübarizə üçün 100 Kazak göndərmişdilər. Bu Kazaklar neçə ay kənddə qalıb, kəndi xaraba qoydu. Bütün mal-qaranı kəsib yedilər.
Qadınların namusuna toxundular. Adam öldürdülər və kəndlilərin var-yoxunu götürüb getdilər. Buna hökumət dilində eksekusiya deyərdilər. Məktəb müdiri qarasaqqal, bığlarının ucu sallaq bir kişi idi. Sarı düyməli rəsmi tujurkasının yaxası yağlanmışdı. Kətəyə bənzər köndələn çinləri solmuşdu. Sonralar eşitdiyimə görə bir dəfə inspektor gəlib məktəbi yoxlayır, hər yerdə intizamsızlıq görür, toz torpaq, çirk gözünə çarpır. Məmnun olmayaraq məktəbdən çıxarkən bir it sıçrayıb ona hürməyə başlayır. Müdürümüz inspektora xoş gəlmək üçün yerdən bir daş götürüb itə atmaq istəyir. İnspektor onun qolundan yapışıb, onu vurma, bu məktəbdə yalnız o vəzifəsinə sadiq deyir. 1896-cı ildə Şuşaya döndüm. Hazırlanıb Realna məktəbinə girməli idim. O zamana qədər bu məktəbdə yalnız bəy balaları oxuyurdular. İndi tacir və əsnaf arasında da bu məktəbə həvəs oyanırdı. Çocukları Realna məktəbinə hazırlamaq üçün Camal bəy, Səməd bəy Ağayev kimi müəllimlər tərəfindən xüsusi məktəblər açılmışdı. Mən də qısa bir müddət bu məktəblərə davam edib, sonra yenicə açılmış Rus Tatar məktəbinə girdim. Müdiri Haşim bəy Vəzirov idi. 2 rusca, 1 türkçə, bir də elmi ilahi müəllimi vardı. Haşim bəy o zaman maarif sahəsində böyük fəaliyyət göstərirdi. Məktəbi təşkil etdikdən sonra böyüklər üçün rusca axşam kursunu açdı. Dumanlı şəkillər göstərib, nəsihətli izahlar verərdi. Şekspirin Otellosunu türkçəyə çevirmişdi. Xalq ədəbiyyatını toplardı. Yayda Haqverdiyevin və şəhərə dönmüş müəllimlərin köməyi ilə teatr tamaşası verərdilər. Geniş kütlə Mirzə Fətəlinin və Haqverdiyevin əsərləri ilə ilk dəfə olaraq tanış olurdu. Nəhayət 1904-cü ildə erməni artisti Abelyanın rəhbərliyi ilə Otelloda türk dilində oynandı. Otello rolu Haşim bəyə verilmişdi. Rus Tatar məktəbində dərslərin gedişi yaxşı da olsa, tələbəyə qarşı rəftar yenə köhnə idi. Haşim bəyin özü olduqca qaba bir adamdı. Tələbələrin hərəsinə bir ləqəb qoşar, döyəndə də heç məsuliyyət duymazdı. Bir dəfə tabaşiri birisinin başına vurdu, qan fışıldadı. Elə zəhəmli idi ki, küçədə tələbələr onu gördükcə qaçıb gizlənərdilər. Elmi ilahi müəllimi də ondan geri qalan deyildi. Uşaqlar adını Molla Zoru qoymuşdular. Molla Zoru başmağının nalını taqqıldada yanaşıb başının tüklərini qopardar, sonra piləyib havada uçurardı. Bir il sonra bu məktəbi tərk etdim və imtahan verib Realna məktəbin 1-ci hazırlıq sinifinə girdim. Məktəbin uniformasını sevinclə geydim. Bu da bluz, kənarı sarı zehli şapkadan ibarət idi. Şapkamızın qabağında 2 pirinç, yəni bürünc, tunc, yarpaq arasında ŞRU, Şuşa Realna məktəbi hərfləri düzülmüşdü. O vaxt bu məktəbə girmək türk arasında böyük şərəf sayılırdı. Mən də şəxsən bu şərəfi duyur və saxlayırdım. Qapandibinə, aşağı meydana, bəylik eşiyinə çoxdan vida demişdim. Qardaşım sevincimizi Ağdama bildirdi. Atamdan cavab aldıq. Mənə həftədə bir abbası maaş təyin etdiyini bildirir və yaxşı oxusa maaşımın artırılacağını vəd edirdi. Bir dənə abbası ilə zarafat etmək olarmı? Bir abbasıya aşpaz Balışdan 4 piti ya lavaşçı İskəndərdən 20 dənə ağ lavaş almaq olardı. Qardaşımın maaşı 1 manata qədər çıxmışdı. Qardaşım bu pulları divardan asılmış xüsusi bir qutuya salıb, ilin axırında bir neçə rus məcmuəsinə abunə yazılardı. Mən də bu yolu təqib etdim.